Hamınıza salam uşaqlar. Bugün dil dəyişikliyindən başlayırıq. Yəni nə demək istəyirəm? Azərbaycan dili 1-ci dönəm 2-ci yazılı. Tabeli mürəkkəb cümlələrdən sonra sınavdan sorulacağın iki konudan bahsediləcəyin olsa tabeli bağlayıcılar və bağlayıcıların cümlədə işlədilməsi konularından gəlin başlayaq. Tabeli cümlələrin başlanğıcı belədir. S-sa daha 2 gəlir. Yəni ya S gələcək, ya sa gələcək, ya da deyil. Üstünə də daha 2 gələcək. Ki bağlayıcısı, amma bir dənə də istisna var ki, ki bağlayıcısının qabağında cümlə olmalıdır. Cümlə yoxsa o bizim üçün tabeli mürəkkəb cümlə deyil. Normal bir dənə cümlə olur. Hərçənd, hərçənd ki. Onsuz örnəklərdə görəcəyin hərçənd, hərçənd ki. Əgər bağlayıcısı plus sa ya da s eki gəlməlidir ki, tabeli mürəkkəb cümlə olsun. Mi, mü ədədləri gəlməlidir. Örnəklər bizdən deyə bilər ki, imtahanda tabeli mürəkkəb cümlələrdən 3 dənə, 4 dənə örnək yazınız ya da örnək yazınız keçin deyər. Gəlin başlayaq. S-sa ədədindən baxın, deyir ki, Samir dərsini oxusa da, gördüyünüz kimi ilk quraldan S-sa plus daha 2 gəlib. Heyecandan cavab verə bilmədi. Əgər çox çalışsan, uğur qazanacaqsan. Baxın, buradan baxın, sa və əgər. Bu kural baxın. Əgər ya da əgər plus sası eki gəlməlidir. Hərçənd dünyayı qadınlar idarə edirlər. Tarixçilər ancaq kişilərin adını bilir. Baxın, hərçənd burada kullanılıb. Görürsünüz, hərçənd ki. Burada da kullanılıb. Havalar isti oldu mu? Qatara min bizə gəl. Mü ədətindən gəldi üçün olur. Həm ona dedim ki, bizə gəlsin. Baxın, istisnaya uyur mu? Baxın, həm ona dedim. Görsən, həm ona dedim. Cümlə oldu. Amma belə olsaydı bu cümlə. Gəldi ki paltarını alsın. Bunu desə, baxın, gəldi ki'nin qabağındakı cümlə, yəni ki'nin qabağındakı cümlə, görürsünüz ki, nədir? Bu bir kəlmədir. Yəni cümlə deyil, tək bir harfdir. Gəldi. Bu tabeli mürəkkəb cümlə olmur. Bax, məsələn, eyni şeyi burada da vermişəm. Gəldi ki, evə getsin. Bu olmur. Bizimlə bərabər evə gəldi ki, baxın, bizimlə bərabər evə gəldi. Bax, bizimlə, kimlə bizimlə. Gəldi, yükləm. Hara gəldi? Evə. Kimlə gəldi? Bərabər. Gördüyün kimi. Bu da olar deyə bilərik. Gəldik tabeli bağlayıcılara. Uşaqlar, tabeli bağlayıcılar necə olur? Tabeli bağlayıcılar güzəşt, səbəb, şərt, aydınlaşdırma. Güzəşt bağlayıcıları hərçənd ki. Ən qolay əzbərləmək bunlardır. Güzəşt, hərçənd ki. Səbəbimiz var. Səbəb nədir? Çünki, ona görə ki, ondan ötürü ki, onun üçün. Bax, bunlara örnək verə bilərik. Səbəb nəymiş? Əzbəri belə eləyə bilərik. Sənə güzəşt edirəmsə, hərçənd və ya hərçənd ki verəsən mənə. Sənə əgər mən səbəb bildirirəmsə, çünki mən sənə əgər səbəb bildirirəmsə, ona görə ki, belə deyəcəm, bax. Həmişə cümlənin qabağına mən sənə səbəb bildirirəm ki, çünki başlayacağım. Mən sənə səbəb bildirirəm ki, ona görə ki, mən sənə səbəb bildirirəm ki, ondan ötürü ki, mən sənə səbəb bildirirəm onun üçün ki, onun üçün. Belə eləsəniz əzbəriniz də oturar. Məsələn, baxın, bir dənə örnək eləyək. Məsələn, bu da əzbərə deyə bilərəm. Baxın, güzəşt, hərçənd ki, səbəb, çünki, ona görə ki, ondan ötürü ki və onun üçün. Buradan gördüyünüz kimi eləyə bilərik. Şərt bağlayıcıları isə əgər, hərgah, madəm ki, bir halda ki. Bax, sənə şərt verirəm. Əgər bunu eləsən, sənə şərt verirəm. Hərgah bunu eləsən, sənə şərt verirəm. Madəm ki, bunu eləyə bilirsən, sənə şərt verirəm. Bir halda ki. Və şərt bağlayıcıları. Əgər, hərgah, madəm ki, bir halda ki. Bunları deyə bilərik. Aydınlaşdırma bağlayıcıları. Ki, belə ki. Və aydınlaşdırıram ki, hələ də ki kullanıram, belə ki. Bizdən dedilər ki, imtahanda bağlayıcılar cümlə içində işlət. İşlədək də. Əgər mənim pulum olsa, istədim köynək alacam. Bax, əgər pulum olsa bir şərt deyil, istədim köynək alacam. Əgər burada şərt deyə kullanılmıyor, qardaş. Onda nədir bu? Şərt. Bax, hərçənd ki, nə demişdik? Əgər sənə mən güzəşt edirəmsə, hərçənd ya da hərçənd ki. Deməli, bu güzəştdir. Baxın, hava elə soyuqdur ki, bax, aydınlaşdırdım. Hava necədir? Hava soyuqdur.
Yəni aydınlaşdırma bağlayıcısı. Xəstələnmişdim. Çünki, bax, xəstələnmişdim. Niyə xəstələnmişdim? Çünki incə geyinmişdim. Səbəb verdim yenə. Müəllim ona görə istəndi ki, indi uşaqlar belə bir şey var, bax. Mən hirsləndim ki, kitabı versin. Uşaqlar, burada deyəsiniz ki, indi burada 2'ye 2 var. Bu şey ola bilər, şərt bağlayıcısı ola bilər. Uşaqlar, burada düz dediniz. Desəm yalan olar, aydınlaşdırma üçün ki bu. Aydınlaşdırma ki kullanacaqsan. Bu düz məsələdir. Bu aydınlaşdırmadır. Yaxşımı uşaqlar, bu aydınlaşdırma. Amma mən sizə belə desəm ki, mən ona görə hirsləndim ki, kitabımı vermədi. Vermədi. İndi uşaqlar, burada deyəsiniz ki, mənim bununla bunun nədir? Bax, deyir, ona görə ki, uşaqlar, ona görə ki dediyim üçün bu səbəb bağlayıcısına gedir. Niyə? Mən nə demişdim səbəblərdə? Bax, demişdim ki, səbəb bağlayıcıları, baxın, ona görə ki 2 gəlir. Bax, burada da ona görə ki 2 gəlir. Deməli, bu səbəb bağlayıcısıdır. Yaxşımı uşaqlar? Müəllim ona görə istəndi ki, Arda arxada ağlayırdı. Arda niyə ağlayırdı arxada? Bax, işte bu bizim səbəbimizdir. Niyə ağlayır? Səbəb. Oxuyayım mı? Müəllim ona görə istəndi ki, Arda arxada ağlayır. Bax, Arda'nın arxada ağlaması bizim üçün böyük bir səbəbdir. Bu da son olarak bizim dediğimiz şeylerdir. Yadımızdan çıxmaması gereken kavramlar bunlardır. Bir dənə bunları full bir şekilde ezber eləyəcəyin. Bunları ezber eləyəcəyin. Bir de buradaki tabeli mürəkkəb cümlələrin quruluşlarını biləcəyin. Və bir de bu örnəklərdən istəsəniz örnek verə bilərsiniz. Ya da yox, müəllim, mən tabeli mürəkkəb cümlələrin hamısının quruluşlarını əzbərə biləm. Məsələn, SSA artı da ki, 2 bağlayıcısı, əyərdən sonra SSA gəlməsi ya da hərçənd ki cümlələri, bir də mumi edatı. Mən bunları əzbərə bilirəm. Örnək qura biləcəm deyirsənsə, qurarsan. Amma belə bir şey deyim ki, hərçəndlə mumi ekini məncə belə bunları alın ki, sizin üçün həm qani xəta olmasın, həm də rahatcan imtahanlarınıza girin deyirəm. Başqa söz uzatmağa gerək yoxdur. Elə 8 dəqiqəlik bir özət oldu. Ən qısa özətimiz budur bəlkə də dərslərimizin arasında. İmzamıza bir dəqiqə, imza olmadı bu. Qələm İlan qurbağa oldu bu. Bir dəqiqə, mənim imzam burada var idi elə bil. Mənim imzam burada var idi, çəkmişdim. Bəli uşaqlar, burada da imzamı buraxıram. Buraxamıram. Niyə buraxamıram? Bəli, burada da imzamı buraxıram və söhbətimizi də burada bağlayırıq. Qutardı uşaqlar. Bu qədər idi elə. Özünüzə yaxşı baxmayı unutmayın. Bir də son bir şey də deyirəm ki, bağlayıcıların içində işlədilməsini mütləq bilməlisiniz. Bizə bəlkə də bu cümləyi verib bunu istəyər ya da bizdən bunu verib bunu istəyər bizdən. O yüzden biz bunları bilməmiz lazımdır. Özünüzə yaxşı baxın. Bir dahaki imtahanda görüşənə qədər görüşərik.